Sabah Bakıda və bölgələrdə intensiv yağış yağacaq. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən xəbərə görə iyunun 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 25-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacaq.